Bugün avqustun 15-i şənbə günü. Ağır şənbə günlərindən biridir. Obyektlərə gəzəcəyik. Birinci Balaxandan başlayırıq. Balaxanda olan obyektimiz çox maraqlı dizayna, çox maraqlı, nətər deyirlər, görünüşə malikdir. Bu günləri 50 nəfərlik bizim tədbirimiz var. Süfrə də qəşəng dəyişmişik. Pirvorları da yüksək səviyyədə. Dəyərli işçilərimizdəndir. Çox sağ olun. Getdik neftçilərə. Yarım saata fırlanıb gələcəm. Mənim birinci maşınımdır, ikinci maşın da var, amma 4 ildir bununla çox balıq daşımışam, Osman. Mənəvi elə bir dəyəri bu maşının mənim üçün daha çoxdur. O birçilərdə. Milyonluq da olsa bunun yerini heç biri vermir. Obyektdə süfrələrin üstünü vurublar, muskantlar elə gəlməyir. Salamatçılıqdır, yorulmayasınız. Salam əleykum. Bu 20 nəfərlik bizim banketimizdə, səhv eləmirəmsə, susulun üstündə pendir asartisindən, bilinçkindən tutmuş hər şey. Açıq menyudur. Qardaş özü tək-tək sifariş verib, xoş gəlmiş səndə də. Salam əleykum, yorulmayasınız. Arxa kadrda olurlar, amma qəhrəmanlarımızdır. Nətərdir vəziyyət? Hər şeyimiz var, problem yoxdur ki. Yorulmayasınız, şükür zavanda olsun. Denk gəldi, Balaxandakı qonaqlarımız gəlir, 50 nəfəri korporativ yığıncağımız, bir də dəyib ora qaydırıq bura. Düz üzü zavrata gedən yoldan biz giririk Balaxanıya, sol tərəfə dönürük, düz. Uzaq başı 500 metr qalxacaq. Sol tərəf kəndin içinə, yəni mərkəzə, biz isə sağa dönürük 100 metrdən sonra obyekti. Obyektin parkovkası var, qardaşlar, və bu da bizim Balaxanda olan obyektimiz. Antriklot. Neftçilər filialına gəldik. Filialımız tamamilə ailəvidir. Bəylər üçün ayırdığımız yer ayrıdır. Siz də rezerv edib məkanımıza gələ bilərsiniz. Bu arada bu günləri gecikmə olan üsullardan üzrxahlıq edirik ki, qonaqlarımızın çox olmağı səbəbi ilə bir balada gecikməmiz oldu. Çox sağ olun.